Və bundan sonra Nəvəvi Rahimullah bu hədisi də bu bölmə dəlil olaraq gətirir. Hədis Əbu Kəbşə, Ömər İbn Sa'd Əl-Ənməri radiyallahu anhudan rəvayət olunmuşdur. Ənəhu səmi'a Rasulallah sallallahu aleyhi və səlləmə yəqul, o Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir. Thalathətun uqsimu aleyhinnə və uhaddithukum hadithan fahfazuhu. Yəni, üç şey vardır ki, ona görə and içir və sizə onu danışıram və onu əzbərləyin. Mə nəqasa məlu abdin min sadaqa. Yəni, bir insanın sədəqədən malı azalmaz. Yəni, sədəqə verdiyi zaman malı azalmaz. Və lə zulimə abdun mazlimətən sabara aleyhə illə zədəhullahu izzə. Yəni, hər hansı bir bəndəyə bir zülm olunarsa və o zülmə səbr edərsə, Allah Teala onun izzətini artırar, yəni ucaldar. Və la fətəhə abdun bəbə məsələtin illə fətəhəllahu aleyhi bəbə fəqrin. Hər hansı bir qul, bəndə istəmək qapısını açarsa, yəni başqalarından istəmək qapısını açarsa, Allah Teala ona kasıblıq qapısını açar. Av kəlimətən nəhvə və yaxud da buna oxşar bir söz buyurur.